Azərbaycanın ərazi bütövlüyünü bərpa edilməsi məqsədi ilə başlayan 44 günlük Vətən müharibəsində könüllülər sıralarında hərbi xidmətə yazılan Göyçay rayonu Şahsultanlı kəndi şəhidi Ağayev Ülvi Valeh oğlunun 9 mart 2025-ci il tarixdə cənnətdəki artmayan doğum günü qeyd olundu. O bu həyatda olsaydı doğmaları ilə 33 yaşını qeyd edəcəkdi. Qisməti vətənə sevgisi idi. Elə bu vətən eşqi ilə könüllü olaraq hərbiyə yazılaraq iştirak etdi. Şəhidlik statusu aldı. Şəhid Ülvi Ağayev. Şəhidimizin bacısı Fidan Kərimova qardaşı haqqında xatirələrindən bəhs etdi. Bugün mənim şəhid qardaşım Ülvinin mövlududur. Cənnətdəki 32 yaşı tamam olur. Allah cəmi şəhidlərimizin ruhunu şad etsin. Ailələrinə səbir diləyirəm. Ülvi Sıqovşan uğrunda şəhid olub. Könüllü şəhiddir. İki bacının bir qardaşı idi. Vətən uğrunda gedib, millət uğrunda gedib, bayraq uğrunda gedib. Allah cəmi şəhidlərimizin məkanını cənnət etsin. Mən də sizə təşəkkür bildirirəm. Şəhid Ülvinin bacısı Kərimova Fidan adından, ailəmiz adından çəkirsiniz, işıqlandırırsınız. Minnətdarım hər birinizə. Təşəkkür edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bütün şəhid ailələrinə səbir və dözüm versin. Allah şəhid qardaşımız Ülvi Ağayevə də qəni-qəni rəhmət etsin. Ruhu şad, məkan cənnətli olsun. Allah sizə səbir və dözüm versin. Təşəkkür edirik. Tədbirdə iştirak edən şəhid ailələri, yaxınları, kənd sakinləri, ziyalılar şəhidimizin doğulub boya-başa çatdığı evini və uyuduğu məzarını ziyarət etdilər. Sonra dualar oxudular. Şəhid ailələri və şəhidin yaxınları xatirələrindən danışdılar. Valeh oğlunun cənnətdəki mövzudu qeyd olunub. Artıq 5-ci ilə keçir ki, biz Ülvini məzarı başında ad günü təbrik edirik. Həqiqətən bu valideyn üçün çox ağır, çətindir. Amma bir yana baxanda fikirləşirsən ki, bu vətən uğrunda, bizim uğrumuzda, ərazi bütövlüyümüz uğrunda gedibdir. Onda insan istər-istəməz qürurlanır ki, bəli, bu şəhidlərimiz bizim baş tacımızdır, bizim qürur mənbəyimizdir. Yəni, həqiqətən də onlar heç vaxtı, nə qədər sözdə milləti yaşayır, o qəhrəmanlar umurdur. Yəni, demək olar ki, bu çərçivə arasında olan hər biri valih kişinin əzizləridir. Yəni, içki düşünəndə ki, niyadır. Çünki həyat ani devam edəcək. Bəzən 50 il, 60 il, 70 il insan yaşayır. Bu dünya üçün heç bir əhəmiyyəti olmur, heç bir faydası olmur. Buna öz adını yazdı. Yəni, boş bilirik ki, istər valih kişinin və ailəsi təbil verər. Amma düzdür, bir müddət sonra biz də seçili paramız özümüzə deyəndən sonra yenə özlər, yəni az bir müddət deyil, artıq biz 5 ildir ki, bir aradayıq. Siz belə bir deyim var, bir insan var ki, tanıdıqsan səbirdən başqa heç nə. Düz ən asan insana təsəlli verməkdir, ondan asan heç bir şey yoxdur. Amma yenə də o düşdüyü yeri yandırır. Bu ağracını çəkən siz valideynlərsiniz. Siz ata-analarsınız, Allahdan sizə səbir diləyirəm, ruhu şad olsun, haqqını bizə halal eləsin. Bura gələn insanlar da özlərinə şəfa bulurlar. Yəni, hər bir vətəndaş özündə dərk eləməlidir ki, bəli, bu torpağın üzərində yaşayırıq, gəziriksə, bunu şəhidlərimizə borcluyuq. Gedək, ən azından halallıq alaq. Onun fərq eləmir. Biz ildə 2 dəfə toplaşırıq, ölüm günü, mövludu, əslində şəhidin ölüm günü yoxdur. Çünki Quran-ı Kərimdə yazıqlar ki, şəhidlərə ölü deməyin, onlar ölməyib, onları siz bilmirsiniz, onlar Allah dərgahındadır. Amma ən azından yad eləmək üçün ildə 2 dəfə toplaşırıq şəhidlərimizin məzarı önündə, amma şəhid 365 gün şəhiddir. Yəni, ziyarət edən hər gün mövludun mübarək olsun şəhiddir. Azərbaycanın qəhrəmanı, evin tək oğlu idi. Heç bir şey dinləmədən, atasına belə məsləhət eləmədən döyüş vaxtlarında hamımız buna şahid olduq. Onu maşından indirmək mümkün olmadı və o cəbhəyə yollandı. Qəhrəmancasına da şəhid oldu. Mən də Ülvinin ruhu qarşısında baş əyirəm.
Allah ona bütün şəhidlərimizə rəhmət eləsin. Ülvünün timsalında 1-ci və 2-ci Qarabağ müharibəsindən fərqli olmayaraq Allah hamısının yerini rahat eləsin. Allah ailə üzvlərinə səbir versin. Allah vali həmiyə səbir versin. Nə deyim, Allah can sağlığı versin. Uzun versin. Amin. Və məktəb şagirdi şəhidin məzarı önündə şeir səsləndirdi. Şanlı şəhidim, 5 ildir bu günü sənsiz keçirdim. Bağışla sevinib təbrik etmədim. Çox heyif sənin tək qardaş dirdik. Bir vaxt təbrikə evinə gələnlər, indi isə məzarın üstünə gəlir. Şad günündə şərinə xoş söz deyənlər, məzarın önündə sükut eyləyir. Daha qəlbimizin qopub yarası, səni sevənlərin gözləri doldu. Gələndə hər ilin martın 9-u gön kədər evimizin qonağı olur. Bir insan bəs necə qalar əzizsiz, sənsiz çox üzülür qohum qardaşın. Eybi yox orada olsan da bizsiz, bu gün tamam olur 32 yaşın. Doğmalar qapılıb hüzün içinə, hələ bir tərəfdə boğulub qalıb. Hediyə alanlar indi əlinə, məzarın üstündəyi gündən şəhid balasın. Ananın aldığı bircə təsəlli, cənnətdə görməkdir ürək parasın. Onsuz da məkanın cənnəti rızdı gedir müqəddəs Quran ki, yaşar hər zaman. Xatırladaq ki, Şəhid Ağayev Ülvi Valehoğlu 9 mart 1993-cü il Göyçay rayonu Şahsultanlı kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixində könüllü olaraq hərbi xidmətə cəlb edilmiş və 26 oktyabr 2020-ci il tarixində Suqovuşan istiqamətində gedən döyüşlərdə şücaət göstərərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdı. Göyçay rayonu Şahsultanlı kənd qəbirstanlığında dəfn edilmişdir. Adını əbədiləşdirmək məqsədi ilə yaşadığı evinə yaxın xatirə bulağı açılmış və küçələrində birinə Ağayev Ülvi adı verilmişdir. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Cənab İlham Əliyevin sərəncamına əsasən vətən uğrunda cəsur döyüşçü Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilmişdir. Tədbirin sonunda ziyarətçilər xatirə şəkilləri çəkdirdilər və şəhidimizin ailəsi ziyarətçiləri çay süfrəsinə dəvət etdi. Məkanın cənnət olsun şəhidim. İlahə Mikailova, xüsusi müxbir İsmailov Zəka Göyçaylı, Həmidov Bəhlul Göyçaylı, Hüseynova Lalə, Göyçay Şahsultanlı kəndi. Diqqət edib bizi izlədiyiniz üçün təşəkkür edirik. Növbəti çəkilişə qədər bizi izləməyi unutmayın.